5-ci dəfədir çəkirəm. İnşallah ki pozmazlar bir də. Bir dənə belə duxu it günündədir. Duxu, ətir, parfum nə deyirsinizsə ondan. İt günündədir. Bu açkiyə bayıldım. Çox qəşəngdir. Çox qəşəng, superdir. Qara paltarla elə bunun bir dənə də bir sırğaları var, gəl görürsən. Bunu kofta olaraq vurmuşduq. Bu belə don olaraq gəldi evdə giyməyə. Bu donuma da bayıldım. Çox qəşəng gəlib, materialı falan, ləzzət elədi, əməlli başda. Belə uzundur, düzü boyumdan da uzundur, amma giyinəndə falan çox qəşəng, incə görsədir, dəyişət çox. Arıqlamışam deyə artıq fikirləşirəm ki, belə bel hissəsi belə dar giyinə bilərəm. Göbüşüm bir o qədər çıxmayacaq çölə. Bu da lasindir, tayt deyək. Evdə giyməyə, daha doğrusu idman zalına giyməyə almışdıq, amma şey deyil, adamı biraz yandıran materialı var. Qızım üçün çox materialı çox qəşəng gəlibdir, şifon materialı deyirlər, nə deyirlər ondan da deyəsən. Belə qəşəng dəst. Kiprik laminasiya eləmək üçün içini çıxartmışam mənimə görə. Köynək, bunun qarası da var. Bunu yoldaşıma sifariş eləmişəm. Bunun göy rəngini almışdım, çox qəşəng gəldi. Bunun materialı, amma göydən də qəşəng gəldi. Köynək almışdım, ondan da qəşəng materialı gəldi. Adətən kişi koftalarını oradan çox pis göndərirlər, amma bunun materialı çox qəşəng gəldi. Qarası və ağı. Sonra bu nədir? Bunlar maykadır qızlar. Siz necə bir maykadır? Geyinirsiniz. Yəni belə, gündəlik, çölə də giyinə bilərsiniz də, futbolka kimidir. Bel hissəsi biraz rezinkadır. Bu hissələri yox, amma bu hissəni belə rezinkada sıxır, yığan bir şeydir. Yaxşıdır, normaldır. Sonra, bir də özümə qızlar şalvar sifariş elədim. Çox qəşəng gəldi şalvar, buna baxın. Baxan görən deyir ki, mən şalvarlarla bağlı hər zaman problem çəkmişəm. Nə qədər kök olsam da, ekran qarşısından görürsünüzmü, görmürsünüzmü, bilmirəm. Məsələn, bu belinə baxan mən hamı deyir ki, bu mamam deyəndə ki, bu sənin əyində olmayacaq. Yoldaşım mənə əlavə edirdi ki, bu sənin olmayacaq. Hələ giyinirdim, yenə də mənə böyük olurdu, böyük qalır. Mən nə qədər beldən də kökəlsəm, yenə də XS giyinirəm. XS, şalvar mənim əyimdə çox görəcəksiniz. Ayaqlarım kökəlir. Beldən sümüklərim deyirlər, sümük xırdadır. O həqiqətən də elədir. Mən də sümüklərim xırda olduğuna görə. Plus qızlar, məni ekran dəhşət çox kök görsədir. Məsəl üçün, bu dəqiqə ekranda mən özümü dəhşət çox gömül görürəm. Nəinki siz məni realda görsəz, deyirsiniz ki, yəni ekranla real arasında çox fərq var. Bunu müştərilərim də mənə hər zaman deyir. Artıq heç qızlar, bu kablokları göstərmişdim də sizə. Bundan əvvəlki şeydə. Bunları geri qaytaracağım. Bu markaları da geri qaytaracağım. Bunları bəyənmədim. Bir dənə boyda almışdım. Boyda krem, korичневый rəngdə boyda almışdım. O buradan belə qəşəng sıxıb yığandı da. O çox qəşəngdir. Onu çox sevdim. Ona çox bayıldım. Neysə belə. Bunlar heç bunu ütüləmişəm. Yoldaşım bir dəfə geyinib. Burası video çəkmişəm.